Sevinç Hanım, Allah insanı bak, seçti, üstün kıldı, ağıl verdi, irade verdi, vicdan verdi, yarattı, bir misya için yarattı. Allah ne dedik? Gayeli varlıktır. Ağıllı varlıktır, elmli varlıktır, iradeli varlıktır, gücü her şeye çatan, kudretli varlıktır ve gayeli varlıktır. Bakın, Allah'ın Kur'an-ı Kerim'i bir ayeyle, bir cümleyle ifade edin ki, insanı ne için yaratıp Allah'ın cevabı budur Sevinç Hanım. Allah buyurur ki, emri bil maruf, nehi enil münker. İnsanı bunun için yaratmışım. Emri bil maruf. Maruf insanlığın ortak değeridir. İnsanlığın hamısının hoş gördüğü değer. Mesela adalet bir değerdir, azatlık bir değerdir, merhamet bir değerdir, sevgi bir değerdir, barış bir değerdir, milli birliğe, kardeşliğe, ədalətə çağırmaq bir dəyərdir. Cəmiyyətdə xeyri, bərəkəti, təhsili və elmi çoxaltmaq bir dəyərdir. Allah buyurur ki, sənin bu dünyadakı vəziyyətini, statusunu və axirətdəki halını bu əmri bil marufu yerinə yetirmək həll edəcək. Yəni, insanın məqsədi budur. 2, amma insana deyir ki, təkcə bununla sənin işin bitməyəcəksən, eyni zamanda. Əmri bil maruf, nəhi ənil münkər. Münkər yəni, nəkərə, yəni nəkir olan, yəni pis olan, insanlığın pis gördüğü şeylerden de karşısında duracaksan, ona karşı çıkacaq, susmayacaqsan. Nə də olur mesela? Nifret, kin, zina, haram, içki, narkotik, rüşvet, yalan, insanı insanlıktan çıkaran ne varsa o insanlık için onlara da karşı duracaqsan, çıxacaqsan. Yəni, baxın, yenə də bir tarazlıq qurun. Niyə bu qədər tarazlıq çətindir Siracıda? Niyə çətindir? Biz her şeyi bakın. Yəni, bu dünyaya baxanda görürük ki, həmin o balans, o tarazlığı tutan insanlar. Sevinç Hanım. Cəmiyyətdən heç söhbət getmir. Cəmiyyətlər hanı o? Biz cəmiyyətə nə verdik ki, ondan nə istəyirik? Bizim televiziyalarımız cəmiyyətdə elmi, təhsili, dinimizi bu cür gözəl təbliğ eləyirmi? Bakın insanların önce biz, bak ben müəlliməm. Müəllimin işi önce öğretmek, sonra tələb eləməkdir. Evet. Siz valideynsiniz, kızınıza, oğlunuza önce bir şey öğretirsiniz. Evinizde qaydalar qoyursunuz, sonra da onu tələb edirsiniz. Biz insafla düşünək də, bu cəmiyyətə nə vermişik? Məktəbdə uşaqlara nə öyrədirik? Elmimiz bu cəmiyyətə nə verir? Biz gözəl saydığım bu dəyərlərin hansını insanlara çatdırırıq? Bir Azərbaycanlı düşün, səhər dursun 24 saatlərində. Bu Azərbaycanın gözü nə görür, qulağı nə eşidir? Baxın, pislik Sevinç Hanım öz-özünə yox olmaz. Əmək lazımdır. Peyğəmbərlər kimdir deyirsə mənim cavabım budur. Peyğəmbərlər bədəl ödəmiş adamlardır. Peki yaxşılıq öz-özünə gələrmi? Gəlməz. Yaxşılığı üçün də əmək lazımdır, bədəl ödəyəcəksən. Niyə eləmir insanlar? Bədəl ödəmək istəmir. Bədəl ödəməyən insan böyümez. Bədəl ödəməsiz dəyişə bilməzsiniz. Zəhmət verməlisən. Zəhmət, nizam belə deyir, zəhmətsiz rəhmət yoxdur. Yəni, hər şey zəhmət verməz. Özünə də zəhmət verməlisən. Böyümək üçün. Dəyişmək mi istəyirsən? Dəyişmək üçün zəhmət çəkməlisən. Bədəl ödəyəcəksin. Bəli. Zəhmət çəkməsən heç vaxt dəyişə bilməzsən. Öz üzərində işləməsən. Peyğəmbərə bunu öyrədir də bizə. Peyğəmbərin məsələsini baxın, Quranda Allah nə buyurur? Uca Allah buyurur ki, Allahın rəsulları sizin üçün usve-i həsənədir, ən gözəl örnəkdir. Örnek ne deməkdir? Peyğəmbər deyir ki, ey insanlar, zəhmətsiz rəhmət yoxdur. Dəyişmək mi istəyirsən? İnsanları dəyişdirməyə çalışma, sən özünü dəyişdir. Dəyişim olmasa inkişaf olmayacaq. Bakın, bədəl ödəyəcəksən dəyişim üçün, dəyişməsən inkişaf. Bakın, bayaq dedim ya, ağlının və cəsarətinin haqqını verməyən insan böyüyəməz. Bakın, cəhalətlə savaşmayan insan böyümez. Peyğəmbərlər kimdir deyirsiniz, cəhalətlə savaşırlar. Bax, adi bir şey deyin də, necə iyi şey var. Nədən Qur'an-ı Kerim oxu əmri ilə başlayır? Bir, insana deyir ki, ey insan, səndən böyük düşmənin cəhalətdir. Bakın, Kur'an'dan önce hiçbir kitap oku emriyle başlamıyor. Bismillah, ikra, bismi rabbikellezi halak, halakal insane min alak. Allah deyir ki, oku. Neden Kur'an oku emriyle başlayır? Acaba biz bunu düşündük mü? Okuduk mu? Özde Allah orada Kur'an oku demeyip, oku değil. Her şey oku. Duygularını oku. Fərq et özünü. Ailəni oku, cəmiyyət oku, dünyanı oku, siyaset oku, əxlaq oku. Her şeyi oku deyir. Amma necə oku? Bismi Rabbikellezi, Allah'ın adıyla oku. Allah'ın adıyla okumak ne demektir?
Allahın adıyla oxumaq insana deyir ki, oxumaq həqiqət arayışıdır. Oxumağın məqsədi, təhsilin məqsədi, Sevinç xanım, karyera deyil. Universitet qutaracam, Mercedesim olacaq, evim olacaq, yaxşı pul qazanacaq. Təhsilin məqsədi bu deyil. Təhsilin məqsədi insanla həqiqət arasındakı pərdələri götürməkdir. Allahın adıyla oxumaq bu deməkdir. Ey insan, həqiqət adlı bir dərdin olsun. Həqiqət adlı bir davan olsun. Həqiqət adlı bir mücadilən olsun. Və o deyir ki, bu həqiqət adlı mücadiləndə də sənin edəcəyin şey oxumadan bunu əldə edəməzsin. Cahil cəsarət olar. Əsla edə bilməzsən deyir. Bax, təhsil və elmin hökmü buradadır Sevinç xanım. Təhsil və elmə Allahın verdiyi dəyəri verməsək, biz inkişaf edə bilmərik. Baxın, kəşf sözü ilə kəşəfə sözüdür ərəbcə. İnkişaf sözü eyni kökdəndir. Kəşf olmasa inkişaf olarmı? Bəs kəşf necə olacaq? Oxumaqla olacaq. Baxın, bugün dünyanı idarə edənlər, hətta bu elmi də şərə çevirənlər nəyin hesabını önə gediblər? Nədən biz idarə edirlər? Baxın, Amerika bugün bəyənsəniz də bəyənməsin də, universitetlərin üzərində qurur. İldə 100.000 adam alır. Dünyadakı bütün ağıllı, istedadlı uşaqların hamısını yığıb aparır ora. Sənin beyin köçünü aparıb özünə xidmət elətdirir. Çünki elm bu qədər. Allah nə deyir? Oxu deyir. Birinci nə dedi? Ey insan, sənin bir düşmənin var, o da cəhalətdir. 2. İnsana deyir ki, oxu əmri deyir ki, Allahın adıyla oxu, həqiqəti axtar. Elmin, təhsilin məqsədi karyera deyil, həqiqət axtarışıdır. Allah 3. Deyir ki, Allah yaratdığı hər varlığın içində bir elm qoyub. Çiçəyin içində bir elm var, gid onu kəşf edin. Suyun içində elm var, ağaçda elm var, buludda elm var. Fizika bunun üçündür. Baxın, fizikada Allahın ayəsidir. Biyologiyada Allahın ayəsidir. Televiziya işi ilə məşğul olmaq da Allahın ayəsidir. İbadət sadəcə namaz qılmaq deyil. Elm öyrənmək ibadətdir, xeyri yağmaq ibadətdir, xoş söz söyləmək ibadətdir, halal qazanmaq ibadətdir, salam vermək ibadətdir, bir qızın ərə getməsinin yolunu açmaq ibadətdir, cehizi yoxsa onu cehizlə alıb yola salmaq ibadətdir, xəstə ziyarəti ibadətdir, bir müəllim uşaqların qəlbinə həm elmi, həm də sevgini, mərhəməti qoyursa ibadətdir, bir valideyn öz uşaqlarını halal dolandırıb onları qanatları altına alıb mərhəmətlə, şəfqətlə, sevgi ilə böyüdürsə ibadətdir. Baxın, insanın psixoloji gücü var, Sevinç xanım. İman psixoloji gücdür. Ümid imanın övladıdır. Ümid imanın övladıdır. Bəli.